Mərkəzi O nöqtəsində olan çevrədə BA toxunan, BC kəsən, AB6, BD3, CY 3, NY, MY bərabər olarsa, M-in parçasının uzunluğunu tapın. Deməli, AB 6-dır. Verilənləri qeyd edək. BD 3-dür. CY 3-dür. NY, M, Y-yə bərabərdir. Və M-in parçasının uzunluğu bizdən tələb olunur. Kəsənlə toxunan arasında olan düstura əsasən biz yaza bilərik ki, AB-nin kvadratı bərabərdir BD vurulsun BC. Burada DY-ni bilmirik. DY-ni bir Y olaraq qeyd etsəm və NY ilə MY bərabərdir. Bunları da X olaraq qeyd etsək. Alarıq ki, deməli, həmçinin çevrə daxilində kəsişən vətərlərin xassəsinə əsasən yaza bilərik ki, 3 vurulsun Y-də bərabərdir X vurulsun X-ə. Bu iki xassədən birlikdə istifadə edək. 6-nın kvadratı bərabərdir 3 vurulsun 3 üstəgəl Y üstəgəl 3. Yəni 3 üstəgəl Y üstəgəl 3. Burada 6-nın kvadratı 36, 36-nı 3-ə bölsək 12 düşər. Deməli 12 bərabərdir 3 üstəgəl 3 6 eləyir 6 üstəgəl Y. Yəni Y-in də 6 olduğunu aldıq. Y 6-ya bərabərdirsə 3 vurulsun Y bərabər olmalıdır X kvadratına. Yəni 3 vurulsun 6 bərabərdir 18-ə. 18 də X-in kvadratına bərabərdirsə, deməli X kvadrat bərabərdir 18, X də bərabərdir kök altda 18. Kök altda 18-dən 9 vur 2 şəklində yazsaq, cavabımız olacaq, deməli 3 kök altında 2. Çünki 18-i 9 vur 2 kimi yazsanız, 9-dan 3 çıxar, kök altda 2 isə olduğu kimi qalır. M-in parçasının uzunluğu isə 2-dən X-dən ibarət olduğu üçün 2 vurulsun 3 kök altda 2, yəni 6 kök altda 2 alarıq.